Sabahınız xeyir olsun değerli izləyicilərimiz. Hoş gördük sizləri. Məşdağa Gidermarketə yaxın qapısına qədər asfalt Sofyanın torpaq sahəsinin üzərində şəxsi tikili həyət edilir. Xüsusən inşallah həyət təqdimatını təqdim edir və sonra keçilir evin içərisini təqdimatına. Allah hər kəsin malına mülkünə bərəkət versin inşallah. Qardaşım, biraz tələsmə qoy, izah edək izləyicilərimizə. Sənəd çıxarışa yararlıdır, şəxsi tikilidir. Qiymət 70 mindən endirilib 67 min manata. Bir zal, 2 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. Evin sağ tərəfinə rahatlıqla keçid etmək olur, maşinlərdə daxil olur. Əlavə qapı hissəsində padlaq sahəsi qoyulub. Və padlaq hissəsi sizlərə təqdim edək. Əlavə süsəni qoyulub. Ev qapılarında sizlərə təqdim edək. Yerdən də, belə deyək də, alt daş kürsülüdür. Və giriş hissəsini sizlərə təqdim edəcək. Baxıl olun, içərisini və orada da var, əlavə bir yeri var. Və orada qapının ağzından fikirdən suyun axıntısı üçün yer qoyulub. Və keçək evin içərisini, təqdimatını inşallah. İstili kombili. İstili kombili. Zal hissəsini. Təqdim edəcək olması. Qardaşım, zal hissəsini təqdim edir. Onda da zəncir satılaq ki, otaqlar genişdən də səliqəli veşirdik. Şimdi kombi xətlərinə qədər var. Və gəl. Yataq otağını təqdim edəcək olmasa. İkinci yataq otağımızı təqdim edir. Ev özü də yaxşıdır, otaqlar genişdir. Hər iki otaqlar, hər zalın özü. Gəl qardaşım, mətbəxi də təqdim edir. Mətbəx də səliqəli mətbəx var. Mətbəx məbilinə qədər hazır bir vəziyyətdədir, fikir verin. Bunlar da gəlin qalır. Və gəl sanuzə hissəsini təqdim edək sizlərə. Sanuzə hissəsi də hazırdır. Oradan nəzər çatar ki, marşruta və yola yaxındır. Bu da sanuzə hissəsini sizə təqdim edək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Gidermarketə yaxın qapısına qədər asfalt Sofyanın torpaq sahəsinin üzərində inşa edilib altılaşdı. Sənəd çıxarışa yararlıdır. Bir zal, 2 yataq, bir mətbəx, bir sanzeldən ibarətdir. Qiymət 70 mindən 67 min manata endirilib. Reallıq olacaq, cüzi endirim olacaq. Əsərimizi izləyicisi Məşdağa almaq eləmişək. Əməkdaşlara rəhbər yardımcısı sizlərdən təşəkkür edirik.